Salam hörmətli şagirdlər, çoxsaylı istekləri nəzərə alaraq Riyaziyyat 7-ci sinif dərsliyindən funksiya bölməsinin izahını verəcəm. Səhifə 156-da xətti funksiya. Uşaqlar, əslində kitab o qədər gözəl tərtib olunub ki, kitabı bir balaca diqqətlə, səbirlə və başa düşərək oxusanız, hər şey aydındır. Sadəcə olaraq bir balaca diqqətlə oxumursunuz və müəllimə ehtiyac görürsünüz. Mən indi başqa heç bir yerdən yox, sadəcə olaraq burada yazılanları oxuyaraq, addım-addım oxuyaraq hər şeyi izah edəcəm. Daha aydın. Ondan sonra başa düşərsiniz inşallah. Xətti funksiya. İrq bərabərdə AX üstəgəl B düsturu ilə verilən funksiyadır. Burada A və B ədədlərdir. Bu nə deməkdir? Baxın, tutaq ki, mən heç müəllim deyiləm, şagirdəm də, bunu oxuyuram. Deyir, burada A və B ədədlərdir. Tez əlinizə ruşqa verək götürürsünüz. Deyirsə ki, bu burada A və B ədədlərdir. Deməli, İrq bərabərdir. Məsələn, A və B ədəd qoyuram. Tutaq ki, 2x üstəgəl 3. Belə. Və artıq burada bizdə funksiya anlayışı yaranır. Yəni, funksiyanın ümumi şəkli necə olur? Bu xətti funksiyanın. Məsələn, 2x üstəgəl 3. Burada A və B-yə desəydik ki, ancaq natural ədədlərdir, ancaq müsbət qiymətlər qoymalıydım. Və belə bir şey deməyib burada. Deməli, mən istədiyim qiymət qoya bilərəm. Məsəl üçün, mənfi 2x üstəgəl 3 qoya bilərəm. Məsəl üçün, mənfi 2x minus 3 qoya bilərəm. Yəni, bu qiymətləri fərqli-fərqli qoyduqca artıq funksiya anlayışı yaranır insanda ki, yəni qiymətlər müxtəlif ola bilər. Bu da bir funksiyadır, bu da bir funksiyadır. Yəni, belə şeylər ola bilər. Davam eləyək. Deyir ki, A bucaq əmsaldır, B sərbəst əmsaldır. B sərbəst əmsal nə deməkdir? Yəni, sərbəstdir də. Baxın, məsələn, bu 3 sərbəstdir də, yanında heç bir şey yoxdur. Bucaq əmsalı nə deməkdir? Yəni, yanında x olan bucaq əmsalı deyilir. Keçirin misala. Baxın, yazıb ki, burada y bərabər 3x minus 1 funksiyasının qrafikini qurun. Gəlin, birinci biz buradan A-nın B-ni aydınlaşdıraq. Məsəl üçün, burada A nədir? A 3-dür, görürsünüz? B nədir bəs? B mənfi 1-dir. Funksiyanın qrafikini qurun. Funksiyanın qrafikini qurduqda, uşaqlar, bir dənə cədvəl təyin edirsiniz, x-ə qiymətlər verirsiniz, ona uyğun y-in qiymətlərini tapırsınız. Məsəl üçün, bu x-ə nə verib? 0. 3-ü 0-a vuran nə eləyir? 0 çıxanda 1, mənfi 1. Sonra, x-i yerinə 1 qoyub, 3-ü 1-ə vuranda 3, 1 çıxanda 2. 3-ü 2-yə vuranda 6, 1 çıxanda 5. 3-ü 3-ə vuranda 9, 1 çıxanda 8. İndi gəlin uşaqlar, bunun koordinat sistemində qrafikini quraq. Baxın, x-ə 0 verəndə ilk nə oldu? Mənfi 1. X-ə 0, bura x-dir, bura y koordinat sistemi. Bu x-in müsbət halı, bu y-in müsbət halı, bu x-in mənfi tərəfi, bu da y-in mənfi tərəfi. Deməli, x-ə 0 verəndə ilk nə oldu? Mənfi 1. Baxın, bu nöqtə. x0, y mənfi 1, yəni bu nöqtə. X-ə 1 verəndə ilk nə olmuşdu? 2. x1, y1, 2. Bu iki nöqtənin gəlib kəsişdiyi nöqtə, baxın bu nöqtə. x2 verəndə ilk neçə olmuşdu? 5. x2, y3, 4, 5. Baxın bu nöqtə. X-ə 3 verdi, ilk neçə oldu? 8. 3, 6, 7, bunu biraz uzatsaq, hardasa 8 gəlir təxminən düşür buralara. Baxın, gördünüz? Xətti funksiya alındı. Çox rahat. Və bu cütlər şəklində də belə yazılır. 0, məsəl üçün, mənfi 1. Yəni, x0, y mənfi 1. Sonra, x-ə 1 verəndə 2 olmuşdu axı. 1, 2. Baxın, cütlər şəklində mötərizdə belə yazılır. Qrafiki quranda da dediyim kimi. Məsələn, x1, y2-dirsə, x-in 1 addım, y-in 2 addımı götürürsən, onların hər ikisini gətirib, qırıq-qırıq xətlərini burada birləşdirib nöqtəni yaradırsın. Yəni, bu bizim, məsəl üçün, bu A nöqtəsidirsə, bu bizim A nöqtəmizdir. Yəni, 1, 2 koordinat sistemində bizim A nöqtəmizdir. Və salam, artıq burada sən funksiya qurmağı öyrəndin. İndi funksiyanı ilk dəfə öyrənən şagirdlərə deyirəm. Sən ilk dəfə funksiya görürsən də, həyatında ilk dəfə funksiya öyrənirsən. Nə edirsən? Daha yaxşı mənimsəmək üçün.
Yazırsan məsələn, -2x üstəgəl 5 özündən bir funksiya götürürsən. Bu funksiyanın qiymətlərini qoyursan, cədvəl şəklində baxın, buradakı cədvəl kimi. X-ə müxtəlif qiymətlər verirsən. X-ə müxtəlif qiymətlər deyəndə uşaqlar adətən çox qiymət verməyə ehtiyac yoxdur. 2-3 dənə qiymət verəndə bəs eləyir. Məsələn, bir dənə mənfi tərəfdən ver. Bir dənə 0 ver, bir dənə müsbət tərəfdən ver. Tutaq ki, -1, 0, 1. Verəndə 2-3 dənə qiymət verəndə kifayət eləyir, funksiyanı tapırsan. Lap uzağı, ən uzağı. Məsəl üçün belə verə bilərsən. X-ə qiymətlər versən də -2 ver, -1 ver, 0 ver, 1 ver də 2 ver. Başda bunları qiymətləri uyğun olaraq evdə tap, sonra koordinat sistemində bu funksiyanı qurmağa çalış. Bir neçə dənə, 1, 2 dənə, 3 dənə funksiya belə qurandan sonra artıq tamamilə o səndə funksiya anlayışı yaranacaq və sən onu istədiyin vaxtı qurmağı da bacaracaqsan, baxanda da biləsən ki, o funksiya necə qurulur. Keçirik aksiyon. Deyir ki, 2 nöqtədən bir və yalnız bir düz xətt keçir. Bəli, bu doğrudur. Tutaq ki, mən bir dənə funksiya göstərirəm. Baxın burada. Belə bir funksiya. Burada 2 dənə nöqtə qoymuşam. Buradan yalnız bir dənə düz xətt keçir də. Ayrı düz xətt keçə bilməz ki buradan. Elə bir şey yoxdur yəni. Sonra davam edirik, oxuyuruq qeydləri. Düz xəttin çəkilməsi aksiyomuna görə 2 nöqtədən yalnız bir düz xətt keçirmək mümkündürsə, mümkündür. Ona görə də xəttdə funksiyanın qrafikini qurarkən arqumentin 2 qiymətində funksiyanın qiymətini qeyd etmək kifayətdir. Baxın, cümlə qəliz gələ bilər, amma qəliz heç bir şey yoxdur burada. Deyir ki, düz xətt çəkilməsi aksiyomuna görə 2 nöqtədən yalnız bir düz xətt keçirmək mümkündür. Bəli, bayaq baxdıq ki, koordinat sistemində 2 dənə nöqtə qoyanda yalnız bir düz xətt keçirmək mümkündür. Və ona görə də xəttdə funksiyanın qrafikini qurarkən arqumentin, yəni arqument nədir? X-in 2 qiymətində funksiyanın qiymətini, yəni nəyin? Y-in qiymətini qeyd etmək kifayətdir. Baxın uşaqlar, bu cümlə əgər aydın deyilsə, hansı şagird? Deməli, şagird arqumentin nə olduğunu bilmir. Uşaqlar, arqument X-dir. Funksiya isə, düz dərsində adı funksiyadır, amma Y-in özü də funksiyadır. Çünki söhbət nədən gedir? Y-dən gedir də burada. Y özü də funksiyadır. Arqument X-in qiymətidir, funksiya Y-in qiymətidir, yadda qalsın. Düzbucaqlı koordinat sistemində y bərabərdir ax üstəgəl b funksiyasının qrafiki olan düz xətt absis və ordinat oxlarından heç olmasa birini kəsir. Bəli, uşaqlar, absis və ordinat, məsələn, x-in adı arqument və funksiya demədik. İndi isə burada qrafiki absis və ordinat deyir. Heç bir fərqli bir şey demir. Absis x-dir, ordinat y-dir. Bunların adlarıdır. Bunlar siz əzbər bilməlisiniz. Nə oldu? X-in adı arqument oldu, Y-in adı funksiya oldu. X-in adı absis oldu, Y-in adı ordinat oldu. Deyir ki, hər bir ax üstəgəl b funksiyasında funksiya x və y oxunu mütləq bir dəfə hardasa kəsir. Bəli, çox doğru deyir. X və y mütləq hardasa kəsir bir dəfə. Məsəl üçün, bir funksiya üzərində biz bunu göstərək. Tutaq ki, mən belə bir funksiya keçirmişəm. Baxın, x oxunu harada kəsdi? Burada. Bu x oxu deyil. Y oxunu harada kəsib? Burada. Yəni, bunu mən müxtəlif formlarda göstərirəm. Məsələn, belə bir funksiya çəkərəm. Y oxunu harada kəsib? Burada. X oxunu harada kəsib? Burada. Yəni, bu deyir ki, X və Y oxlarını, yəni absis və ordinat oxlarından heç olmasa birini kəsir, mütləq kəsir, bəli. Düz xəttin OX və OY oxlarını kəsdiyi nöqtələrin koordinatlarını müəyyən etmək üçün, bu nədir uşaqlar? Burada yazıb ki, OX oxunu kəsdiyi nöqtəni tapmaq üçün bərabərlikdə y bərabər 0 yazıb x-i tapırıq. Bəli. Bu nə deməkdir uşaqlar? Bunu misal üzərində daha yaxşı izah edeyim. Baxın, məsələn, burada tutaq ki, baxın, bu funksiya çəkdim. Bura məsələn olsun 3. Bu nöqtə x-in 3 qiymətinə, y-in 0 qiymətinə uyğun gəlir. Niyə görə? Çünki məsələn, mən 3, 1 götürsəm, 3, 1 olanda y-i bir addım yuxarı qaldırıb, bunların ikisini birləşdirirəm. Baxın, bu nöqtəni tapıram, misal üçün, 3, 1-də. Amma 3, 0-da x 3 addım gəlir, amma y 0 addım gedir axı, yəni getmir, yerindədir. Onda funksiya 3 olur. Baxın, daha doğrusu nöqtə 3 funksiyanın absis oxunun üzərində olur. Daha qısa şəkildə, daha yadda qalan şəkildə belə deyək, belə deyirik adətən uşaqlara biz. X oxunu kəsəndə y 0 olur,
y oxunu kəsəndə x 0 olur. Baxın, tutaq ki, bir funksiya götürürəm, başqa bir funksiya olsun. Məsələn, bu funksiya. Bu funksiyada y oxunu harda kəsib? Məsələn, burada. 2-dir bura. Y oxunu kəsəndə bunun x-i mütləq 0-dır. Bunu belə yadda saxlayın. Məsəl üçün, bu x oxunu harda kəsib? Məsələn, -3-dür bura. -3-də kəsib x oxunu, düzdürmü? Ay, bağışlayın. İşte düzdür. X oxunu harda kəsdim? -3 nöqtəsində. X-i -3-də kəsəndə y-i 0-dır mütləq. Yəni, belə deyək də, x oxunu kəsəndə və yaxud adını başqa cür deyək də, yaxşılığımızda qalsın. Absiz oxunu da deyə bilərik x-ə. Absiz oxunu kəsəndə ordinantı 0-dır. Ordinantı kəsəndə absiz oxu 0-dır. Bir sözlə, biri kəsəndə o birisi 0-dır. Məsəl üçün, burada bir dənə nöqtə var, tutaq ki, burada. Burada x 2-dir, y məsələn 4-dür. 2, 4. 2 ilə 4-ü birləşdirib bu nöqtəyə əmələ gətirib. 2, 4. Bir də görsəm, uşaq sual verir. Ay müəllim, bəs 2, 4-də heç birisi 0 olmadı axı. Niyə görə 0 olmadı? Çünki bu nöqtə havadadır, bax. Buradadır. Kəsməyib ki. Nə x-i kəsməyib, nə də y-i kəsməyib. Yəni, funksiya gedən zaman imенно harada kəsirsə, o oradakılardan gedir söhbət ki, biri kəsənə digəri 0 olur. Məsələn, bunlardan danışdıq, bu qədər kifayətdir. Burada da, baxın, onların lap açıqlamalı forması verib. X 0 olduqda, məsələn, baxın, y-in qiyməti olur. Y 0 olduqda x-in qiyməti olur. Yəni, buradan baxıb başa düşməsəz də, artıq mən onu funksiya üzərində tam aydın olaraq izah elədim. Burada, məsəl üçün, misallar gəlir. Tutaq ki, baxın, misal. Y bərabər 2x-3 funksiyasının qrafikin absis və ordinat oxlarını hansı nöqtədə kəsir? Baxın, uşaqlar. İndi biz bu misalı burada çox uzun-uzadı izah edib, mən bunu qısa şəkildə sizə deyirəm. Tutaq ki, bu funksiyanı sizə veriblər. Deyir ki, bu funksiya, sən bu funksiyanın ordinat və absis oxunun harada kəsdiyini bilmək üçün məcbursan x-ə qiymətlər verəsən, y-in qiymətlərini tapasan, belə bir cədvəl qurasan. Sonra o cədvəldəki qiymətləri bir gətirib burada funksiyada yerinə qoyasan ki, görək o funksiyanı absisi və ordinatını harada kəsdi o funksiya. Amma qısa şəkildə belə deyək də, biz nə dedik? Bir saniyə, 2 dəqiqə buna qabaq nə dedik? Dedik ki, x oxunu kəsəndə y 0-dır. Düzdürmü? Gəl baxaq görək bu funksiya hardan keçir? X-in harasından keçir ki, o zaman y 0 olur. X oxunu kəsəndə y 0 olur demədik. Gəl y-ə 0 verək. 2x minus 3 bərabər 0. 2x bərabər 3, x bərabər 1,5. X-in yerinə 1,5 qoyuram mı? Baxın, 1, tutaq ki, bu olsun 1,5. Baxın bu nöqtə. Bu nöqtədə x 1,5-dir, y isə 0-dır. Sonra, bəs ordinat oxunu harada kəsir? Yəni, y harada kəsir? Nə demişdik? Y kəsəndə x 0-dır. X-ə 0 verirəm. 2-in 0-a vur 0, 0-dan 3 çıxanda -3. Deməli, y oxunu mənfi tərəfdə kəsir. Baxın, uşaqlar. Mənfi tərəfdə kəsir. Daha artıq heç birini qurmağa ehtiyac yoxdur. Buradan keçən funksiyadır, baxın. Bu da belə. Yəni, belə deyim. Burada da onu qəşəng şəkildə izah verib, amma mən qısalaşdırmış formada izah elədim. Keçirik növbəti. Y bərabər ax üstə gəl b bərabərliyində a bərabər 0 olduqda y bərabər b şəklində sabit funksiya alınır. Bu nədir uşaqlar? Bu tamam başqa bir şeydir. Burada artıq absis oxunu kəsmək, ordinat oxunu kəsmək deyil. Burada bu ax var, bu qabaqdakı a. Bu a, yəni əslində bunun adını biz bucaq əmsalı dedik dərsin əvvəlində. Bu bucaq əmsalı 0 olanda bu funksiya sabit funksiyaya çevrilir. Sabit nə deməkdir? Yəni bu a-ya 0 verəndə 0 x-ə vurulanda x itir buradan 0-ın sayəsində, yəni a 0 olduğuna görə x itir və funksiya y bərabər b şəklində qalır. Axı b də sərbəst hədd idi, yəni hər hansısa bir 3, 5 qiymət idi də və buna sabit funksiya deyirlər. Sabit funksiya indi baxın burada bir neçə növünü, funksiyanın bir neçə növlərini göstərib burada və bir şey deməyi unutdum. Sabit funksiya ox oxuna mütləq paralel olur. Baxın, y bərabərdir b. İndi bu funksiya b kimi görünür, çətin görünür də. Mən bunu indi hər hansı bir ədəd götürüm. Tutaq ki, y bərabərdir 2x üstə gəl 3 funksiyasında. Burada a neçədir? 2-dir. İndi nə deyir? A-nı 0 götürün deyir. Deməli, y bərabər 0 vuraq. X üstə gəl 3 kimi düşünsək bunu. Onda bura 0-a gedir. Bir sözlə heç bunu danışmağa ehtiyac yox edəsində. Bu yoxdur da. Bu yoxdursa y bərabər 3 qalır.
y bərabər 3 funksiyasını nə edirsən? 1, 2, 3. Y-dən 3 götürürsən və oradan OX oxuna, baxın, dediyim kimi OX oxuna paralel bir funksiya keçirsən. Buna deyirlər sabit funksiya. Hə, ola bilərdi ki, y-i mən mənfi alardım. Məsələn, mənfi 2 alardım. 1, 2. Onda mənfi 2-dən keçəcəkdir. Yəni, yenə də x oxuna paralel olan funksiya olacaqdır. Bir də var, BS-də 0 olur. BS-də 0 olanda artıq o funksiya elə x oxunun üzərindən keçir. Yəni, x oxunun üzərindən olan y bərabər 0 funksiyasıdır. Məsələn, burada məsələn, nümunə göstərib. Baxın, bir dənə y bərabər 2 funksiyası göstərib yuxarıdan keçən. Bir də y bərabər -1 funksiyası göstərib aşağıdan keçən. Bunlara deyirlər sabit funksiya. Sabit funksiya anlayış yarandıqdan sonra da baxaq görək nə var burada. Aha. Y bərabər ax üstəgəl b funksiyasının qrafiki a böyük 0 olduqda OX oxunun müsbət istiqamətlə iti bucaq əmələ gətirir və ya a kiçik 0 olduqda kör bucaq əmələ gətirir. Uşaqlar, baxın. Bu, dediyim kimi, buradan baxılıb anlaşılmaya bilər, amma biz bunu funksiya üzərində inşallah indi qurub göstərəsiyik. Məsəl üçün, burada nə deyir? A 0-dan böyükdür. A 0-dan böyük nə deməkdir? Yəni, A müsbətdir. A 0-dan kiçik nə deməkdir? Bəs A mənfidir. Gəlin, indi bu funksiyanı, eyni funksiyanı bir dəfə A-ya müsbət qiymət verib, bir də mənfi qiymət verib. Həmin funksiyalar bir qrafik üzərində quraq. Baxın, yazmışam y bərabər ax üstəgəl b. Burada bir dəfə 2x üstəgəl 1 götürmüşəm, bir dəfə mənfi 2x üstəgəl 1. 2x üstəgəl 1 funksiyasının x-lə mənfi 1 qoyanda y mənfi 1, x-ə 0 qoyanda y 1, x-ə 1 qoyanda y 3. Mənfi 2x üstəgəl 1 funksiyasını x-ə mənfi 1 verəndə y 3, x-ə 0 verəndə y 1, x-ə 1 verəndə y mənfi 1. Bir dənə təkrarlayaq görə x, y-nin adları nə oldu? X, y-nin adlarını başqa cürə nə deyirdik? Argument, bir də funksiya. Bu argument oldu, bu funksiya. Başqa cürə necə deyirdik? Bu absis oxu oldu. Bu da isə ordinant oxu. Absis oxu, ordinant oxu. İndi burada gəlin bu funksiyanı quraq. Funksiyalar daha doğrusu quraq. Mənfi 1, mənfi 1 nöqtəsi, mənfi 1, mənfi 1 nöqtəsi. Baxın, bu nöqtə. 0, 1 nöqtəsi, x0, y1 nöqtəsi, bu nöqtə. 1, 3 nöqtəsi, 1, 2, 3 nöqtəsi, bu nöqtə. Gördüyümüz kimi bu funksiya buradan keçən. Xətkeşdən istifadə eləmədim, biraz əyri kimi görsən, amma düpbədüz keçməlidir. İndi mənfi 1, 3-ə baxıram. Mənfi 1, 3, bu nöqtə. Sonra 0, 1, 0, 1, yenə bu nöqtə. 1, mənfi 1, 1, mənfi 1 isə bu nöqtə. Baxın. Bu da belə keçən funksiyanı. Bunu çəkmirəm hələ. Baxın, bu cümləni buradan indi oxuyaq. Bu funksiyanı anlayaq, görək nədir burada. Nə dedik? Dedik ki, A böyük 0 olduqda, yəni bu x-in qarşısındakı əmsal, bucaq əmsalı 0-dan böyük olduqda, müsbət olduqda, OX oxunun müsbət istiqaməti ilə iti bucaq əmələ gətirir. Baxaq indi. OX oxunun, baxın, bu funksiyanı qurduq biz. A böyükdür 0. Yəni, A-nı 2 götürdük də, müsbət götürdük. OX oxunun hansıdır uşaqlar? Baxın, bu. OX oxunun müsbət istiqaməti ilə bu funksiya, baxın, buradan keçib, burada müsbət istiqaməti iti bucaq. Bu, biraz burada yaxşı görsənmir. Burada belə çəkim onu. Baxın, belə keçən. Bu funksiya OX oxunun, baxın, OX oxunun müsbət istiqaməti hələdir, bu tərəfidir, mənfi istiqaməti hələdir. Burada iti bucaq əmələ gətirir, bax. Bax, burada. Bu iti bucaqdır. Nədir bəs? O birisinə baxaq. O birisi funksiyanı quraq. Bizə baxın, o birisi funksiya budur. Düzdürmü? İndi o birisi funksiyanı belə quraq burada. Yazıb ki, A kiçikdir 0 olduqda kör bucaq əmələ gətirir. A kiçikdir 0 olduqda OX oxunun müsbət istiqaməti ilə. Müsbət istiqamətlə baxın. Burada kör bucaq əmələ gətirir, bax. Hər dəfə müsbət istiqamət deyəndə x oxun müsbət tərəfi bu tərəfə doğrudur axı. Burada bəzən uşaqlar çaşır ki, ay müəllim, axı bura x-in mənfisinə keçib, bu mənfisinə keçməyinə fikir verməyin ha. Müsbət istiqaməti deyir, yəni x-in müsbət istiqaməti ilə əmələ gətirir.
Burada iti bucaq, burada kör bucaq. Bir dənə də başqa bir funksiya üzərində baxaq. Məsəl üçün belə, tutaq ki, biraz böyük, lap böyük çəkək. Burada nə oldu? A-sı sıfırdan böyük olacaq bu funksiyanın. Yəni x-in qabağında hər hansı qiymət müsbətdir. OX oxunun müsbət istiqaməti deyəndə hansı tərəfə baxıram? Bura. Mənfi istiqaməti bu tərəfə. Baxın, OX oxunun müsbət istiqamətini hansı bucaq əmələ gətirir? İti bucaq. Amma A-sı mənfi olduqda, məsələn, belə keçən funksiya olur. Baxın, burada göstərmişəm belə keçən. OX oxunun müsbət istiqaməti haradır? Baxın, bura. Müsbət istiqaməti ilə nə əmələ gətirdi? Kör bucaq əmələ gətirdi. Və salam uşaqlar, bu dərs burada yekunlaşır. Davamında artıq çalışmalar gəlir. Bu izahata çox yaxşı qulaq asıb və bir daha da bu dərsin özünüz də qəşəng oxuyarsınızsa, başa düşərək çalışmaları da qəşəng, normal bir şəkildə işləyə bilərsiniz. Uğurlar hər kəsə.